Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində yol nəqliyyat qəzası olub və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon yanğından mühafizə hissəsinin yanğın söndürən xilas ediciləri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ 21011 və Hyundai markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən edilib. Xüsusi vasitələrin köməyi ilə VAZ 21011 markalı avtomobilin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malikoğlu'nun və bir nəfər qadının meyidləri avtomobildən çıxarılaraq aidiyyat üzrə təhvil verilib. Bundan əlavə, yol qəza hadisəsi nəticəsində VAZ 21011 markalı minik avtomobilinin bir nəfər qadın sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.